Salam, hər vaxtınız xeyir olsun hörmətli futbol azarkeşləri. Bugün Gol TV'də AFFA 11 liqası Lazio Dinamo Laçının görüşünü sizlərə təqdim edirik. İnanırıq ki, hər iki komandanın ifasında gözəl futbol izləyəcək. Oyunu Bəhram Xudiyev idarə edir. Dinamo Laçın komandasının heyəti ilə başlayaq. Bizlərə qonaq komanda onlar göstərilib. Qapıda 12 Onur Qəhrəmanlı, 7 İsmail Həşimov, 9 Hüseyin Məmmədov, 10 Muhammed Ali Zərbəliyev, 11 komandanın kapitanı Mərd Ağazadə, 18 Elmar Mehrəliyev, 30 Suat Qəhrəmanlı, baş məşqçi Pərviz Ağayev. Digər futbolçular 1 nömrə Səid Vəlizadə, 20 Uğur Sadıqlı, 23 Ayxan Məmmədov, 25 Cahid Rüstəmli, 27 Yusif Xəlilov, 31 Əli Məmmədli, 41 Nərman Ağazadə, 15 Murad Camalov. Bu Dinamo Laçının bugünkü Ama bir daha burada bak ha. iştirak ərizəsidir. İndi isə nominal meydan sahibi Lazio komandasının heyəti 99. Qapıda 94 Muraz Qasımov qapıya zərbə indirir. O qədər də təhlükəli alınmır. Onur bu zərbənin qarşısını kəsir. Dərhal da Dinamolar üçün qurmağa çalışırdı. 94 Murad Qasımov qapıçıdır. Kapitan 3 Muhammed Mərdanlı, 5 Emin Əhmədov, 6 Şamil Dadaşov, 7 Ümid İskəndəri, 8 Baqi Məmmədi, 9 Timur Mirzəyev, baş məşqçi Tağı Əliyev, 10 Matvey Kiselev, 11 Hüseyin İbrahimli, 17 Yusif Şamilov. Outdan Lazio top oyunu daxil. Timur topladı. Elmar ona qarşı mübarizə aparırdı, amma Timur episod sona qədər izləyib topu qazanan yerindən Elmar ələ keçirib. İndi bu dəqiqələrdə bəli Elmara qarşı qayda pozulur. Səhv etmirəmsə bəli, indi Elmar zədələrin ayağı qalxmaqda bir qədər çətinlik çəkir. Ömür, bura gəl, tez elə, bura gəl, qaça görür. Ayağa yürür. Bəli, inanmaq istərdi ki, Elmar Mehrəliyev görüşü davam etdirəcək. Get görüş o uşağına. Bəli, görüş qaldığı yerdən davam edir. Hüseyin, onu bırak. Onur qapıdan zərbə ilə topu oyuna daxil edir. Timur qapıya zərbə, qapı dirəyində yerən top oyuna qayıdır. Şamil. Yox, yaxşı Timur, yaxşı davam edir. Hüseyin qoyma düşsün yerə. Timur Ayağını qoydu, topu. Dinamo out atışını yerinə yetirəcək. Yoxsa sənə deyil. Yaxşı, Timur, yaxşı. Top meydanı tərk edir. Bayaq bölgədə başa saldı. Bir də məgər rəqib qapısı başlayırsa, sən sağına kim düşür 9 nömrə düşür, 11-9 ilə. Hörmətli futbol azarkeşləri, qeyd edim ki, bugün Gol TV-də U11 liqasının daha bir oyunu da sizlərə təqdim olunacaq. Turun mərkəzi görüşü Ulduz sabah qarşılaşacaq. Atma qabağını. Yenidən bəli, Elmara qarşı bu dəfə də qayda pozulur. Bu dəqiqələrdə Elmarı meydanın istənilən nöqtəsində görmək mümkündür. Cəlmə zərbəsini Dinamo yerinə yetirəcək. 11 nömrə komandanın kapitanı Mərd Ağayev. Ağazadə topun gerisindədir. Məsafə o qədər də uzaq deyil. Birbaşa qapıya zərbə də izləyə bilərik. Bəli, artıq hakim də zərbəyə icazə verdi. Mərd yerlə zərbə indirilir və top qapının yanından keçir. Onur topu irəli vurur. Hüseyin. Dinamolar sürətli əks hücum qurmaq üçün ala bir mümkün qazanır. Mərd qapıya zərbə, Mərddən gəlir qapıcı Murad. Hələ ki oyunda qolsuz bərabərlik davam edir. Top meydanı tərk etmir. Muhammeddən Allahca hərəkətlər. Sağlar əlli, içəriyə yer ötürməyə, qapıçı topu əlindən bırakır, amma ikinci cəhddə topu qazanır. Out.
Emin topuna daxil etdi. Yenidən Emin'dən içəriyə ötürmə. Burada bəli Dinamo topu ələ keçirir. Sürətli əks hücum İsmail'dan, amma yaxşı düşünmüşdü. Mert. Bəli, 2 rəqibini keçməyə bacarır. Sol cinahdan sürətlə irəli, top da meydana tərk etmədi. Mert içəriyə doğru ötürmə, qapıya zərbə və hesab. Nəhayət açılır. 10 nömrə Muhammed Əli Zərbəliyev topu bu cür qapıdan keçirir. Mert isə məhsuldar ötürmə ilə yadda qalır. İlk hissənin sonlarına yaxın bu cür qol sevinci yaşayırlar. Mərkəzdən top oyuna daxil edəcək. Hakim isə Rəhman Xudiyev qolu vuran oyunçunu öz dəftərinə qeyd edir. Muhammed Əli Zərbəliyev bir daha xatırladaq, hesabı açan oyuncudur. Git, sen git. 17-ci dəqiqəyə təsadüf etdi. Murat top oyuna daxil edir. Lazio bu dəqiqələrə bərabərlik qolunu axtarır. Yenidən ötürmə. İsmail istiqamətini qapıcı topu əlindən buraxır. İsmail'dən ötürmə. Mert qapıya topu qapının üstündən vurur. Daha bir təhlükəli hücum Lazio'nun qapısı ağzında yaşanır. Murat. Ötən mövsüm, daha doğrusu bu mövsüm Lazio'nun bir oyunu artıq sizlərə təqdim olundu. Murad Qasımov həmin oyunda 2 qolla yadda qalmışdı, qapısı olmasın. Baxmayaraq indi Muhammeddən qapıcı Onur. Elmar. Dinamolar daha bir hücum qurmağa çalışır. İsmail qapıya özü zərbə vurmağa qərar verir. Top qapının yanından keçir. Və hörmətli futbol azarkeşləri beləliklə ilk hissə başa çatır, qısa fasilə yardırıq. Bir daha vaxtınız xeyli olsun hörmətli futbol azarkeşlər. Lazio Dinamo Laçın görüşünün ikinci hissəsi artıq başladı. İlk hissədə bir gol vuruldu. Həmin golda Dinamolardan gəldi. Oyunun 16-cı dəqiqəsində Muhammed Əli Mərdin ötürməsini dəqiq zərbə ilə tamamlanmışdı. İnanmaq istərdi ki, ikinci hissədə maraqlı idman mübarizəsi şəraitində keçəcək. Bəli, hakim bildirir ki, top artıq meydanı tərk etmişdi. Mert bəli, hakimin bu qərarı ilə razılaşmadı, amma hakim artıq qərarını vermişdi. Qayda pozulur hakim. Bəli, epizoda çox yaxın idi. Cəlmə zərbəsini Lazio yerinə yetirməlidir. Bəli, topun gerisində bir Timuri görürük. Lazio'nun 9 nömrə futbolçusu ötən həftələrin birində onun dabanla Bayern Bakunun vurduğu qolu xatırlayırıq. Gol TV'də vurulan ən gözəl qollardan biri. Qapıya zərbə, qapıcı. Qapıya daha bir zərbə top. Qapı dirəyindərək meydanı tərk edir. Onur da üzr istəyirəm. Dinamo Laçının 1 nömrəli, daha doğrusu 12 nömrəli qapıcısı Onur qəhrəmanıdır. Və tərs bir toxunuşla hesab bərabərləşir. Murad topu irəli vurur, amma bəli, futbolda bu cür epizodlara tək uşaq liqalarındır. Hətta dünyanın məşhur liqalarında belə bu cür qollar izləyirik. Buna görə heyfslənməyə dəyməz. Lazio artıq bərabərlik qolunu vurdu. İndi qapıcı dəyişikliyi baş verir. Səid Vəlizadə oyuna daxil oldu. Onur qəhrəmanlı oyunu tərk edir. Dinamolar əla bir ötürmədir. Murat Timur irəliyə doğru ötürmə. Out.
Murat belki rəqibini keçməyə çalışırdı, amma buna nail ola bilmir. Top isə meydanı tərk etmir. Dinamo daha bir hücum qurmağa çalışır. Cahit. İçəriyə daha bir ötürmə. İndi qapıya zərbə. Qapıcı topu qaytarsa da təkrar zərbə. Qolla nəticələnir. Murad Camalov. Dinamo'nun 15 nömrəli futbolçusu bu cür bərabərlik qolunu vurur. Yenidən üzr istəyirəm. Yenidən Dinamo hesabda önə çıxır. Sən dedin sevmək uğursuzluq gətirəcək. Mərkəzdən Lazio. Görək Lazio bu dəfə də hesabı bərabər edə biləcəkmi? Qolları bir daha xatırlayaq, əvvəlcə qapıya uzaqdan zərbə. Qolları bir daha xatırlayaq, əvvəlcə Ayşə. Muhammed Əli hesabı açdı, tərəflər fasiləyə. Kölgə gəlib. Bu hesabla yollandı. Yəni top çıxsan. Tərs bir toxunuşla hesab bərabərləşdi. Sıhhaşıq kölgə gəlib. Və daha sonra Muradın qolu ilə daha iyi və hesab bərabərləşir. Bagi. Qol vurur 8 ömrə. Yenidən hesab bərabərləşdi hörmətli futbol azarkeşlər. Bir dəqiqə ərzində həm Dinamo həm də ki Lazio qol vurdu. Muhammed içəriyə yerlə ötürmə qarşı bir vəziyyətə qapıya zərbə olacaq, amma hələ müdafiəçilər bu epizodda qolun qarşısını kəsdilər. Out. Bitti. Bəli, artıq görüş başa çatır hörmətli futbol azarkeşləri. Sağ olun, sağlam olun. Daha görüşün gəlir. Əkbər, onu da götür, mən də.